Günəşin işığı yalnız istilik vermir, həmçinin enerji istehsal etdiyini bilirsinizmi? Biz bu enerjini günəş panelləri vasitəsilə elektrik enerjisinə çevirə bilərik. Günəş panelləri enerji mənbəyi kimi evlərdən tutmuş məktəblərə, sənaye müəssisələrindən kənd təsərrüfatına, gəmilərdə və hətta kosmosa qədər geniş istifadə olunur. Maraqlısı odur ki, bu enerji kiçik bir qurğu vasitəsilə əldə edilir. Bu qurğu paneldəki fotovoltaik hüceyrələrdir. Hər bir hüceyrə günəş işığını elektrik cərəyanına çevirir. Günəş panelləri bir neçə belə hüceyrədən ibarət olduğundan daha çox elektrik istehsal edir. Günəş işığı foton adlanan kiçik zərrəciklərdən ibarətdir. Panelin üstündəki şəffaf şüşə fotonların keçməsinə imkan verir və hüceyrələri qoruyur. Yarımkəsirci təbəqə günəş işığını elektrik enerjisinə çevirən əsas material olan silikondur. Tel və elektrodlar elektronların hərəkətini təmin edir və yaranan elektrik cərəyanını toplayır. Təbəqə isə yarımkəsirci materialı qoruyur və panellərin mexaniki dayanıqlığını təmin edir. Günəş panelləri enerjini bateriyada saxlayır. Beləliklə, gecə və buludlu havada enerji daim əlçatandır.